Ağdərənin Suqovuşan kəndinə 174 nəfərdən ibarət növbəti 53 ailənin qayıdışı baş tutub. Qayıdanlar Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Kədərimiz geridə qaldı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canını sağ eləsin. Hamısını təbrik edirəm. 32 ildən sonra öz yurdumuza, öz obamıza qayıdırıq. 58 yaşım var, qayıdıram vətənimə. Ona görə bütün xalqıma, millətimə minnətdaram. Cənab Prezidentimiz sağ olsun, biz onun həmişə arxasında dayağıq, həm böyük hisslərdir, sevinçlərdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ailəsinin qarşısında baş əyirəm. Bəli, elə bu arada qeyd edək ki, Suqovuşan kəndinə yola salınanlar artıq çatıblar və mənzillərinin açarları da onlara təqdim edilib. Buraxılışımız